Zeynallı ailəsi bu dəfə onlar kamerası qarşısına keçib öz ailə sirləri haqqında onlara danışdılar. Bizə fikirləşdik ki, tamaşaçılara, məhz elə Gülay və Kamil sevərlərə bu maraqlı olacaq. Odur ki, diqqət ekrana. Nümunəvi cütlük Gülay və Kamil bu dəfə onların kamerası qarşısında. Səmimi cütlük öz ailə sirlərini bizimlə bölüşür. Ömrümü mütürdü. Valla Gülay ailə qurmamışdan qabaq üzr istəyirəm, kök idi. Məndən sonra arıqladı, mənim fikrimi çəkmədi. Heç vaxt xanımını tək qoymayan Kamildən bir etiraf. Mən xanımın yanında olmağım o demək deyil ki, üzr istəyirəm, yəni etibarsızlıq, güvənsizlik, xeyr. Həm də ki, indi məsələn elə yerlər olur ki, özüm də gördüm ki, işim yoxdur, boş vaxtım var. Çalışıram Gülayı tək buraxmıram ki, mən də gedim gəlim. Amma özüm də iş olanda, gücü olanda təbii ki, Gülayı yola salıram ki, və köməkçi xanım ilə bir yerdə yola salıram. Orasına kimi, gəlinə kimi də tez-tez telefon əlaqə saxlayırıq. Bu vaxtım olan kimi, yəni vaxtımı çalışıram ayırım ailəmə, xanımıma, qızıma, anama. Mənim borcumdur həmişə xanımın yanında olmaq. Rüyamdasan, sən gecələr Evli cütlük onlara edilən film təkliflərindən də ilk dəfə onlarda danışdı. Mənə hardasa bir 5-6 il bundan qabaq qonşu kanalların yana birindən təklif gəlmişdi kinoya. Vətənpərvər bir mənə Həcər rolunda istəyirdilər görsünlər. Təbii ki, at belində, nə bilim, qılınc, belə, yəni milli ab-havada. Yəni bu Azərbaycan xanımına xas olan bir şeylər. Yəni bu Həcər rolunu məndə istəyirdilər ki, yəni inanın o qədər sevinirdim ki, fikrimdə qalıb ki, bax elə bir şey olsa. Həcər. Hə. Çəkdirərəm mən sənə Həcər. Hə, xəncərim olsun. Gülayın istəyi hələ də reallaşmasa da, amma Kamil artıq seriala çəkilib. Mən seriala çəkilmişdim və maraqlı da alındı. Özüm üçün ilk dəfə idi, özümü sınaqdan keçirmək üçün. Həm də ki, mən həyatda çox adam deyir ki, Kamil, idmancılıqla yanaşı aktyor da ola bilərdin. Qıraqdan cəmaət asan ki, rol da oynayırsan, amma o rola girmək və o rolu yaşamaq, canlandırmaq və oradakı sözləri əzbərləmək, yəni yadında saxlayıb danışmaq çox çətindir. Sakit oturmaqla işi olmayan ifaçı keçid alır sənətdəki yeniliklərə. Ezə xanım yeni bir musiqi verib, təqdim edib mənə. Çox gözəl musiqidir. Hal-hazırda aranjmandadır. Fərid İman yəni aranjmanı eləyir. Bəli, düz eşitdiniz. Gülay bu dəfə Elizə Seyidcahan bəstəsini oxuyacaq. Çətindir həddindən artıq. Həm o mahnını o xanım elə yazıb ki, həm orada bəm tələb olunur, həm də ki zil səs tələb olunur. İnşallah bacardığım qədər, yəni əlimdən gələn qədər çalışacağam ki, yəni yaxşı uğurla ifa eləyim ki, Ezə xanım da hardasa yəni deməsin ki, niyə mən Gülaya mahnımı verdim? Köksüme dolmuş acı hisler, intizarla yolu gözler. Və yeni bir duetimiz də var. Artıq yəni Eldəniz Məmmədovla ikinci duetimizdir. Sözləri və musiqisi Həcə Nazimə məxsusdur. Sessiyamız olub, yəni şəkillər hazırdır. Hər zaman yeniliklərini onlara etibar edən Gülaydan bu həftəlik bu qədər.